Deməli, bax, misalda nə deyir bizə? Bizdən AH-ın BH-a nisbətini soruşur. Oxşarlıqdan istifadə edirik. Bu bucaq x dərəcədirsə, onda bu C bucağı da y dərəcədir. X dərəcə ilə y dərəcənin cəmi 90-dır. Çünki bir düzbucaqlı üçbucaqda bir düz bucaq verilirsə, bu A bucağı düz bucaqda, yerdə qalan 2 dənə iti bucağın cəmi 90 verməlidir. Mən nə edirəm? Bura A deyirəm, bura B deyirəm, burada C deyirəm. Oxşarlıqdan nətər istifadə edirəm? Yəni, bura əgər x dərəcədirsə, onda bu kiçik ABH üçbucağında bura y dərəcə olur. Çünki buradakı bucaqların da cəmi, iti bucaqların cəmi 90 verməlidir. Çünki bura 90-dır. Eyni zamanda bura y-dirsə, burada x dərəcə olmalıdır. Çünki burada da bir düz bucaq, üçbucaq yaranır. Oxşarlıqdan belə istifadə edirəm. Böyük üçbucaqda, A, B, C böyük üçbucağında x bucağının qarşısında duran tərəf nədir? 10-dur. 10-u bölürəm. Kiçik üçbucaqda x-in qarşısında duran tərəfə. Kiçik üçbucaqda x-in qarşısında duran tərəf nədir? C-dir. C-yə nisbəti bərabərdir. Bu tərəfdən də belə yazıram. Böyük üçbucaqda y-in bucağının qarşısında duran tərəf nədir? 6-dır. Kiçik üçbucaqda y bucağının qarşısında duran nədir? A-dır. A-ya nisbətən. Buradan da tənasübdən istifadə edirəm. A-dan onun yerini dəyişirəm. Olur A bölünsün C bərabərdir. 6 bölünsün 10-a. Bu bizdən nəyə soruşur? AH-ın, yəni C-nin BH-ə nisbəti, A-ya nisbəti soruşur. Da bu kəsirlə tərsinə çevirirəm. Olur C bölünsün A bərabərdir. Kəsirləri ixtisar eləsəm, olur 3-də 5-ə. Yəni 1 tam 3-də 2. Demək, düzgün cavab E variantı olmuş olur.